Sənin üçün bu videonu çəkirəm. Bax, geniş küçə, qəşəng yanında, sağında, solunda 2 mərtəbələr. Bax, bu 3 otaqdır. Düz yolun qırağıdır. Elə bir ki, bu da 2 otaqdır. Bunu bibim üçün çəkirəm. Bax, gələn sənin üstündən gələn bibi üçün. Yəni, bax, pəncərənin qabağı yola baxır. Bu da ki, üzü qabağa baxır. Bir dənə bunun fasadı qalıb. İnşallah. O da tamamlayıb verəcəm. Bax, həyətlər yerdən hündür. Bax, belə bir həyəti var. Bax, kombi xətti orada yığılıb. Advalı, su xətti. Orada da trapı var. Bax, belə bir həyəti var. Haradasa 6 daş kürsülüdür. Yuxarıda belə bir navəsi var ki, ayaqqabılar yağışda islanmasın. Belə çıxardıcı ayaqqabılar. Daxil olduq evimizin içinə. Elektrik işləyir. Hər otağın öz çatırı var. Qonaq otağı var. Bunun pəncərəsi təbii ki, düşür öz həyətdə. Evdə yola baxır. Baxın. Sağında solunda yaşayış evləri. Bax, burada yerləşir yataq otağı. Otaqlar genişdir, yaxşıdır. Bax, evəcə kombi xəttləri çəkilib. Cütdaşla tikilib, pəncərələr şəbəkəli. Bax, bu da yola baxır. Bax, yoldur. Qapıları da var, qəşəng qapılardandır, ağ qapılardır, işıqlıdır. Bax, burada da mətbəxdir. Normal mətbəxi var, kafellər də vurulub, kanalizasiya, qaz, su, işıq çəkilib. Bir də ki, paltar yansıma yer saxlanıb, 2 dənə külçatırı var, taxtın toxa işləyir. Burada da hamam tualetidir. Burası yığışdırılması qalıb, yığışdırır. Tam hazır vəziyyətdə polun lakını vurub təhvil verəcəyik. Unitazıdır, rakvinasıdır, sonra duşudur, hamısı var. Bu da şulkan yeridir. Üstündə də yarım tonluq ehtiyat süçəni var. Bugünkü gündə al buranı, ver kvartına tez. Məsələn, özün yaşama. Belə. Bibimə deyirəm ki, bugünkü gündə onunsa ideal variant. Düz deyil. 50 minə deyirəm. Ancaq ki, indi bibim üçün biraz aşağı yuxarı deyil. Bax, buradan da çıxdın qapıdan yoldur. Bu da evin üz görünüş. Onun sağında da qəşəng evlər var. Belə.